insanlar. Hal-hazırda sizi üzən problemlər bir zamanlar yox idi. İndi var, bir zamanlar olmayacaq. Deməli, zamanla var olan bir problemlər zinciri var və buna mən zamansal bir illüziya deyirəm və sən isə zamandan öncə də var idin, indi də varsan, zamandan sonra da varsan. 360 dərəcə varlığına insan fokuslansa, bu problemlər dilimdə gülməyə başlayır. Və məqsədimiz odur. İnsanları o xoşbəxtliyə çəkək. Məqsədimiz nə meyxanədir, Vüsal yarı görməyə bunlar bir bahanədir. Bahanədir. Buyurun. İkinci hissəsi var idi sualımın əslində xoşbəxt. Niyə xoşbəxt deyirlər? Siz artıq cavabladınız arınma mərhələsində bu insanlar niyə xoşbəxt olmadıqlarını tapıb, həmin o xoşbəxt olmadıqları məqamları həyatından çıxarmalıdır. İndi məsələ burada Nizami Gəncəvi ilə bağlı bir beyt söylədiniz, bir bənd söylədiniz. Bütün duyğulardan arınmaq məsələsi var idi orada. Bütün duyğulardan arınmaq deyəndə, bütün duyğuları kənara qoymaq deyəndə nəyə nəzərdə tutursunuz? Bədbaxt edici duyğulardan. Bədbaxt edici duyğulardan. Yəni, zamansal illüziyanın təsirində yaranan duyğulardan. Bağla öz əhdini pərverdigara, başqa duyğulardan çəkil kənara və yaxud bütün duyğulardan çəkil kənara. Yəni, səni o vahid mərkəzdən, o özdən qoparan bütün duyğulardan çəkil kənara. Çünki o duyğular müvəqqətidir. Aldadıcı xarakter daşıyır. Bəs insanlar maddiyatda, bir kəsim insanlar, daha çox insanlar maddiyatda görürlər, maddiyatın çoxluğunda görürlər xoşbəxtliyi. İndi məsəl üçün biz çıxıb intervyu alsaq, bir sorğu keçirtsək şəhərdə, nə olsa xoşbəxt olarsan sualına əksəriyyət, məsəl üçün, filan marka maşınım olsa xoşbəxt olaram, evimə filan bir əşyanı alsam xoşbəxt olaram, filan yerdə ev alsam xoşbəxt olaram. Bunun səbəbi nədir? Maddiyyata necə bağlanır? Niyə bağlanır? Biz o sualları verək xalqımıza. Hər kəs markaları, evləri, imkanları saysınlar. Biz onlara bir qeyd eləyək. Sonra hal-hazırda onlara malik olanların yanına gedək. Çox maraqlı metoddur. Buyurun, davam edin. Deyək ki, 100 nəfər sorğumuza cavab verib ki, mavi bir Porsche-m olsa xoşbəxt olaram. Xanım, salam elə. Sizin mavi Porsche-niz var. Zəhmət olmasa xoşbəxtliyinizi bir haykıra bilərsinizmi? Səncə haykıracaqmı? Məsəl üçün, bir reallıq da var. Bunu da qeyd edirlər ki, məsələn, evdə tənha ağlamaqdansa və yaxud da ki, velosiped sürüb ağlamaqdansa Porsche-nin içində ağlamaq daha yaxşıdır. Belə bir yanaşma da var. İndi nə qədər romantik yanaşma olsa da. İndi belə bir məsələ var ki, o Porsche-in içində ağlayana, misal üçün də, indi tək o markanı demək, bütün avtomobil və ya zənginlik nümunəsi olan hər şey, o ağlayan insana desən ki, sənin bu izdırabından qurtarma şərti ilə bu maddi resurslarından vaz keç. O razı olar. O razı olar. Məsələn, necə olur? Bəzən insan adicə evladının başına bir problem gəldiyi zaman, bir tibbi problem gəldiyi zaman varını, yoxunu, maddi hər şeyi ortaya qoyur ki, o uşaq sağalsın, o uşaq yaxşı olsun. Doğrumu? Yəni insan hal-hazırdakı sorğu zamanı ki, filan koordinatlar həyatımda olsa mən xoşbəxt olaram deyən insan hal-hazırda olduğu mövqeyidə bir günlər arzulayırdı. Bir gün arzulayırdı ki, belə bir həyatım olsa xoşbəxt olaram. Hamı öz həyatına baxsın, hər kəs baxsın. Bugün bulunduğunuz mövqe, olduğunuz mövqe bir zamanların ortalama 90% arzusudur. Hər kəs baxsın. Məsələn, bir zamanlar siz burada olmağı arzulamısınız. Hal-hazırda bizi ekran başından izləyən o insanlar o oturduqları evi bir zamanlar arzulayıblar. Hal-hazırda sahib olduqları işi bir zamanlar arzulayıblar, amma indi onlar üçün adiləşib. Müqəddəs kitabda da qeyd olunur. Yəni, bütün problemlərin başı şükransızlıqdır deyə qeyd olunur. Dəqiq ayət yadımda deyil, amma motiv yadımdadır. Sizin dedikləriniz də gətirib həmin məsələyə çıxardır. Yəni, naşükür olmaq böyük problemdir. Problemlərin başıdır. Yox, əslində mənim əsl problemim, əsl vurğu yaptığım yer idrak. İdraksızlıq. Şükrü də yanlış idrak eləmişik. İnsanlar şükrü zarmaq zənn edir. İnsanlar şükrü dözmək zənn edir. Şükür dözmək deyil ki. Şükür zarmaq deyil. Şükür tahammül eləmək deyil. İdrak etdikdən sonra hər şeyin gözəl olacağını gözləməkdir şükür.
Yəni bir zaman zərfi var. O zaman zərfinin sonunda gözəllik var, xoşbəxtlik var, uğur var, müsbət nəticə var. İndi gəlir o an. Bax indi o ana qarşı mən şükürdəyəm. Bir də var ki, sən tamamilə bədbin köklərə kodlanırsan, bədbin notlara kodlanırsan və dözüm də neyniyim? Çarəm yoxdur, dözüm şükür. Artıq o şükürün mahiyyəti şükür deyil. O şükürün mahiyyəti çarəsizlik və daxili gizli üsyandır. O üsyan da negativ dəyərləndirilir. O mütləq güc tərəfindən. Və təkrar o halı yaşayacaq hadisələr həyatımıza cəlb olur. Məsələn, görmürsünüz elə insanlar ki, həyatında ağlayır, zarıyır, amma şükür eləyir. İllər keçir, yenə onun həyatında ağlayacağı, zarayacağı, üzüləcəyi durumlar meydana gəlir. O yenə şükür edir və deyir ki, bəs mən neçə ildir şükür edirəm. Allah mənim niyə həyatımı gözəlləşdirmir? Sən mahiyyətcə şükür eləmirsən. Sən zahiri qorxudan, o da negativ hallarımızdan gəlir, cəhalətimizdən gəlir. Sən qorxundan şükür donuna bürünmüsən, daxildə şükür yoxdur. Onda belə çıxır sizin dediklərinizdən ki, hər bir halda şad olmaq, əsl şükür edərək. Hər bir halda. Sən bildikdə ki, sən bu bədən deyilsən. Bu bədən sənindir. Məsələn, deyirik, mənim bədənim. Fikir ver. Mənim gözüm, mənim əlim, mənim ayağım. Mən kimdir bəs? Mənim bədənim. Deməli, bədən və mən anlayışı var, doğru mu? Mənim bədənim. Bu mən kimdir? Bax, o məni biz idrak etsək, hər şey düzələcək. Çox maraqlıdır ki, o M hərfi ilə başlayan o həm maddə, həm məna, bir də orada ən var, ən. Ən yaxşı, ən, zirvə deməkdir, ən. İndi maraqlı burasındadır ki, sənin bir ənin var. Yəni, ən dəyərli parçan var. Sənin o ən dəyərli parçanı dərk eləsən, o əninin qarşına gələn bu maddi, bu bədəndən qurtulacaqsan. Sizə daha çox nəyə görə müraciət edirlər?